Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu əvvəl videodur və bir dənə video olacaqdır ki, hər kəs istəsə bu kanalın mətalibindən istifadə eləsə, əvvəl bu videonu görsün və pişnahad eləyəcəm ki, həttəmən bu videonu görsün. O suallarlar ki, əvvəl kəs, yəni insanlarla rastlaşdığımda məndən soruşarlar. O suallardır və əgər fikirlərsiz bir şey naqisdir və ya əgər sonradan yadımdan çıxmış olsa, həttəmən kommentlərdə yazacağam. Əgər də sualınız vardı, həttəmən kommentlərdə soruşun. Ayrı adamların da sualları ola bilər və kommentlərin altında yazacağam həttəmən və cavab verəcəm əgər sual soruşsunuz. Çoxlu insanlar əvvəldə rastlaşanda bunu soruşarlar. Nə qədər pul gətirim? Bu üçün nə qədər pul gətirək, buna bağlı ki, nə qədər risk təhəmmül eləyə bilərik. Və fərz nəfər vardı ki, 10 milyonu da sıfır olsa heç mühüm deyil, elə nəfər vardı 5 milyonu da sıfır olsa çox narahat olar və ya hətta 5 milyonu 2 milyon da olsa çox narahat ola bilər. Bu qalıbdır sizin riskizə və sərmayəzə, dərəmədizə və həmişə yəni mənim peşnahadım, önərim budur ki, o qədər pul gətirin ki, əldən versiz ona narahat olmayacaqsınız. Ola bilər 1 tüməndən olsun, olar 2 milyon tümən olsun. Və üçün, yəni həttəmən siz istəyirsiniz sərmayəgüzarlıq eləyəsiniz. Bu fəqət bir dənə yoldur o biri dərəmədinizin yanında ki, köməklik eləsin. Niyə ki, Warren Buffett Amerikanın böyük sərmayəgüzarı deyir ki, əgər bir yol tapmayasınız, gecə yuxuda olanda da pul qazanasınız, ölənəcən gələ işləyəsiniz. Və məxsusən bizim məmləkətdə ki, pulumuz ləhsə beləhsə, dəyərin və ərzişin əldən veririk, gələ bir yol tapaq ki, doları dərəmədimizdə olsun. Pəs ona görə kripto yaxşı bir qozun ola bilər. Niyyəsə ki, internetin taza teknolojisidir, blockchain-idir, yəni mərkəzsizləşdirmə, yəni mərkəzi yoxdur onda, bank kimi filan. Və bu olur ki, hamıya dəstrəsi sağlaya bilir. Yəni hər kəsin dəstrəsi ola bilir rahatlıqda və ona görə peşnahad edirəm. Məsələn, Amerikanın bursalarında, məsələn, istərsiniz sərmayəgüzarlıq və ya yatırım filan eləyəsiniz, çətin ola bilər. Hər kəs eləyəməz. Bəli, kripto bu dəqiqə bir dənə nərm əfsarla eləyə bilərsiniz, sərmayəgüzar eləyəsiniz. Və kripto bazarı bir dənə por risk bazarlardan hesab olur. Qızıl, kəm risk bir bazar və sərmayəgüzarıdır. Və məskəndir. Və fərqləri nədir? Məsələn, məskən Nəxçəvəndəli çox bevaqdır. Yəni bir gündən bir dənə evi aldın, qazandın, gələ onun satmağına da bir zaman qoyasan kənara. Nəxçəvəndə dəyir bu tezlikdə. Bəli, kripto bu cürdə. Ha vaxt söysən sata biləsən. An eləsə, gecə yarısı. Amerika bursaları məsələn bağlanar. Bəzi saatlarda eləyən, məsələn, satasan, bəli, kriptoda 24 saat bazar açıqdır və bu da mühasirlərindəndir. Canım desin. Və çoxlu məzayalar ki, zehnimə gəlmir indi. Bəli, vardı. Daha ayrı mövrid nə mənə vardı. Və budur ki, bəzən, gələndə hamı intizarı var ki, 100 bərabər oldu, 200 bərabər tərəf pul qazanıb, $1000 gətiribdi, 200.000 dolar edib, filan eləyib, behman eləyibdi. Bəli, düzdür, bütün nəfərlər də vardılar. Bəli, neçə nəfərlər. Və biz də həmişə eşidərik ki, deyirlər bir nəfər var idi. Yəni bu deyirlər, o bir nəfərlər var idi. Biz onları görməmişik. Pəs qəti nəzər yoxdur. Bəli, məsələn, mənə rast gəlibdi. Məsələn, dostlardan deyirlər ki, bir dənə Təbrizdə daş saxtmanda bir göyçü var idi. 30 milyon o zaman nəğdi var idi, qoydu kripto, birdən təpçör oldu, filan oldu. Sonra gəldi dəftər açdı, Dot Challenger filanca da almışdı. Bunları değişmişik, bəli, düz ola bilərdi. Dəftər sərmayəgüzarı açmışdı, cəmaatdan pul alırdı, filan eləydi. Özün müvəffəq bir insan bilirdi, filan eləydi. Mən dostlarıma dedim ki, deyim, bu işi görməsin. Çünki çox xətərnaşdı. Və təcrübə göstərmişdi ki, bu cür adamlar batırırlar. Məsələn, bu Amerika bu piyanqozat vardı, bu cür pul qoyarlar hamı, məsələn, bilet alırlar, sonra bir nəfərə bir caizə, böyük məbləğ caizə çıxar filan, böyük məbləğlər. Bunlar məbləğ 4-5 il sonra yenə sıfır olarlar.
Ona görə mühümdür ki, qədəm-bə-qədəm sərmayəni çoxaldasınız və təcrübə eləyəsiniz. Çünki bu məsirdə çoxlu yerdə pul əldən verirsən və öyrəşirsən və indi də məndən yol bir olsuz görəcəksiniz. Zərər də eləyəcək, mənfəət də eləyəcək. Məmulən insanlar mənfəətindən danışarlar. Bu cür qazandım, filan oldu. Mən zərərlərimdən də burada danışacağam. Harda zərər elədim, harda iştibah elədim. Bunlardılar ki, mühümdürlər. Bunlardan öyrəşəcək. Və o göyçü qardaşımız da sonradan zərər eləmişdi və borca girmişdi. Pəs ona görə çox xətərnaşdır. Borc eləyib, vam alıb, zindicanınızda böyük dəyərli olan bir şeylərinizdir. Nə bilim, ayağınızın altında olan maşındır ya, bilmirəm, laptopla işləyirsiniz, laptopunuzdur və bu cür dəyərli şeyləri heç vaxt satıb və kriptoda yatırım yapmayın, eləməyin yəni. Bu yol çox iştibahdır. Daha çox ağlıma gələn və soruşulan şey panik və FOMO. Yəni görürsən indi məxsusən bu vəziyyətlərdə mən bir gün bunu tez zəbt eləyəcəkdim bu videonu. Bitcoin 95 min zat idi, birdən qalxdı 95 105 minə can ya 104 minə can qalxdı. Bu cür vəziyyətdə insanlar necərən qalır? Eyvay biz əldən verdik, tez gedək alaq filan. Bu cür bir FOMO'lar vermir. Mən çalışacağım videolarda bunu da deyəm biləcəm. Deyəm ki, çox dözün. Bazar həmişə fürsət verib. Mən 7 ildir ki, bu bazar deyəm. Bazar həmişə fürsət verib. Mən də FOMO eləmişəm, tələsmişəm, qorxmuşam filan hər nə mənə. Almışam, görmüşəm, yenidir. Pəs mən elə bilərdim, bir dənə uyğun qiymətdə alan bu ərzi. Mən də yəni iştibahlar eləyəcəm. Ona görə həttəmən diqqət eləyin. Bu video pişnahadı sərmayə quzarı deyil. Yəni əgər burada qazansız, mənə də dua eləyin. Əgər zərər eləsiz, xahiş eləyirəm ki, məndən görməyin. Əvvəl-axırı mən bir siz yolu göstərəcəm və burada siz öz ağlınızla, yəni gəlib burada təslim tutacaqsınız ki, alaq ya almayaq. Hər o işi ki, fikir eləyirsiniz, düzdür, onu görün. Əgər də iştibah eləmiş olsunuz, bu iştibah sizin olacaqdır, öz iştibahınız olacaqdır və ondan öyrəşəcəksiniz. Bu çox mühümdür. Bəs ona görə gətirin. Ehtimalı vardır ki, gətirəsiniz 1 milyon. Ola 10 milyon, deyəsən vay 10 milyon gətirsəydim 100 milyon olardı filan. Bunlar mühümdür. Mühüm budur ki, pul əldən verməyək. Fikirləşməyin nə qədər qazanacaq. Deyin, filan qədər pulu gətdim, bunu nə qədər bazarda tutub saxlaya biləcəm şey olmayacaqdır. Əcəl eləməyin ki, nə cür oldu, ha vaxt qalxacaqdır. Yəni sən bir qızıl da alsan, bir hər nə mənə maşın, ev də alsan, bir neçə ay dözəsən bunun üçün. Bu kanal futuresdir, qaldıraclı işləmlərdir filandır. Bunlar üçün də əgər hamısız günlük trade eləyəsiniz, bu kanalda mütləqən sizə iş verməyəcəkdir. Fəqət ispat səbədi sərmayə quzarıdır. Öz səbədimi göstərəcəm. Hansı qiymətlərdə almışam, hansı qiymətlərdə satmışam. Bu gün 2024-ün axır ayıdır, bu günəm 5-dir, axırıncı ayın. Və bir dənə yəni fiyat, yəni qiymətlərin qalxması vardır və yaxud və intizar da ola bilər, yəni düşüş də ola bilər, bir 90 minə də gələ bilər. İndi fikirəm 100 min civarı nəvəsan verir, 95 min, 100 min, 103 min, buralarda nəvəsan verir. Və fikirəm 6-7-nin vaxtı yetişir bala-bala. Bu azadə o biri videodan ki, başlayacaqdır, yəni əvvəl video olacaqdır, onlarda bərrəsi eləyəcəm biləcə. Ayrı moridi ki vardı. Gəlib sərmayə, yəni bu çox mühümdür. Zaman məsələsi, zaman da sərmayədir. Gəlib pulu gətirirsən vəsətə və bir seri ərzləri alırsan burada və sonradan hey telefona baxsan. Nərm əfsarlar deyəcəm ki, nə məndən istifadə eləyəsiniz və sıfırdan başlayıram təqribən. Yəni əgər yəni bir cür olacaq bu videolar ki, sonralar üçün də, yəni 2 il sonra, 3 il sonra, 4 il sonra da bunlar bir seri sənədlər olacaqlar biləcək ki, 4 il qabaq məsələn boğa bazarında, yəni bu Suudi bazarda nə cür düşünürdülər, söhbətlər nə mən idilər filandılar. Bir dənə sənəyə də olacaq ki, o biri illərdə hətta bu videolar karımıza gəlsinlər və kollən örgəşəcək baxam. Belə bir şey vardı. Zaman da çox mühümdür. Nəfərlər vardı, görsən gətibdir, 2 milyon bizə də alıbdır, sübdən axşama bunun başı qovuşudadır. Süb yuxudan durur, TradingView açır, qiymətlərə baxır.
Bir o gecə yatanda açır, iş üstündə açır, hey qiymətə baxır. Bunlar digital əsrin noxoşluqlarındandır. Fərqli-fərqli noxoşlar var. Bunlar da media dərsinkidir. Sonra düşünürəm ki, üçün burada media dərsi oxuyuram, sonradan da bir seri videolar media üçün qoyuram. Yəni umaram ki, Azərbaycan medialarına çox faydalı olsun. Media, yəni digital əsrin noxoşluqları deyirəm, typismdir, selfisdir deyirəm filandır. Bu cür noxoşluqları vardı və bu da bizim işlədir. Hey trading view açıb baxmaqlardan filan. Eyvay $5 qalxdı. İndi hey girib sərrafiyə $10 azaldı, $5 çoxaldı. Eyvay $20 qəşəhdir filandır, behmandır. Çıxardım pulumu $20 qazandım. Bücürsünü. Bu bazara gələndə, yəni tamam 2 bərabər də eləyə bilərsən məntəqədə pulu və soğudu bazarda, nuzulu da yox. Bəli, çox da incə, yəni əvvəl əvvəliyyət dediyim kimi pul batırmamaqdır. Pul getməsin, puluvu saxla. Mən özüm bu bazara gəldim, biraz da özümdən detayl verim, yəni detail verim ki, mən kiməm. Mən 1397-nin düz əvvəl ayından, bayram ayından çox cəlib bir dastanı vardı. İndi bu videoda istəmirəm deyəm. Əgər çox müştəq olsa soralar həttəmən tərəflərəm ki, nə cür Bitcoin-la tanışdım, nə cür oldu filan cüziyyatla. Deyirəm ki, çox cəzzab dastanlardılar. Bəli, 97-nin əvvəl aylarına, yəni Fərvərdin ayının başlamağından mən də Bitcoin-u tanıdım və girdim bu vəziyyəyə. Çoxlu zərərlər eləmişəm, çoxlu mənfəətlər eləmişəm. Soruşasınız ki, məsələn, nə qədər pul gətirmişdin? 15 milyon. 15 milyonla onda başladım. Sonradan da bir dənə təqribən 15 milyon bir gətirdim, əlimə pul gəldi və kollan başladım. İndi çoxdur pulum. Yəni oraca neçə min dərsid bəlkə rüşd eləyibdi mənim sərmayəm. Bəzi iştibahlar var idi, eləməsəydim bundan da çox ola bilərdi. Bəli, iştibah eləməyi heç vaxt biz buraxamayacaq. İştibah eləmək ölənəcən bizimlə vardı. Və zindicanlığımızın bir qismətidir. Pəs ona görə tez-tez, yəni gündə video qoymayacağam, gündə video baxasınız və səy eləyəcəm hər həftə bir dənə video paylaşam. Həftənin xəbərləri, keçmiş həftədə və qabaqda olan həftədə nə mənə xəbərlərimiz ola bilər, mühüm ittifaqlar nə mənədir filandır. Bir düzlük eləyəm ki, ayrı bir kanala ehtiyacınız olmasın. Yəni hər nə mənə ehtiyacdır ki, mən özüm o ittilatı, bilgiləri alıb məsrəf eləyirəm, sizinlə də onu paylaşam. Soruşa bilərsiniz, niyə hey belə eləyirsən, hyperaktivəm mən. Oflaz, bücür. Gedək qabağa və umaram ki, yaxşı olsun. Mersi bu dəqiqəcən baxdınız. YouTube-da bizlərdən çox az istifadə edən vardı. Ona görə nəm like atıb, bəyəni atıb, filan atmanız filan, bunların çox təsir olmayacaqdır. Belə yaxın familizdə vardı, aşağıda share düyməsi vardı. Onu basın, linkin kopya eləyin. WhatsApp-da, Telegramda və ya hər yerdə eləyə bilirsiniz. Fikirsiz nəfəri var ki, istəyir sərmayə güzarı eləsin və indi də münasib fürsətdir sərmayə güzarıya. Bu tarixdə, bu gündə bücürsünədir. Çünki hər şey dəyişə bilər. İndi Suriyənin qəziyyələri vardı, Ukraynadır, İsrail, Lübnandır, filandır. Bunlar hamısı təsiri vardı bazarda. Bu dəqiqə feylən, yəni bu zəng ola deyirəm ki, qabaqda bir dənə Suudi bazar varımızdır. Bücür dostlar, əgər yenə sualınız, söhbətiniz vardı, həttəmən aşağıda yazın. Çox tələsik videonu zəbt elədim. Yəni gələyi vardı, daha çox zəhmət çəkirəm, daha çoxlu keyfiyyətli videolar sizin üçün tövlid eləyəm. Ona görə üzr istəyirəm, bazarın həssas günləri olduğu üçün çox zaman əldən verməyək deyə bunu mən bu cür zəbt elədim. Görüşərik, özünüzdən miyyət olun.